Kamal Abdulla, Sirlərin Sərgüzəşti romanı. Qədim zamanların birində Şirasində adlı cadugərlər ölkəsində bir sənətkar yaşayırdı. Günlərin bir günü, istinin dözülməz bir vaxtında, günorta çağı o öz kölgəsini çiyninə alıb, kölgəsinə bürünüb, evinə gedən yerdə sonuncu döngənin ayrıcına çatıb, adəti üzrə sağa dönmək istərkən qəflətən hiss elədi ki, kölgəsi bədəndən ayrıldı və sola döndü. Sənətkar kölgəsinin arxasınca təəccüblə baxıb yoluna davam etdi. Yaşadığı evin qapısına qədər kölgəsiz gəldi. Çox bərk isti idi. Kölgəsizlik bu qəribə bir hiss idi və indiyənə qədər sənətkar heç zaman belə vəziyyətə düşməmişdi. O, quş kimi yüngül olmuşdu, elə bil çəkisi yox idi. Evə çatan kimi bu məsələnin mahiyyətini, hadisənin ona nə kimi zərər verə biləcəyini öyrənmək istədi. Məhəllədə bir neçə cadugər vardı. Ən yaxında olanı 2 küçə o yanda yaşayırdı. Onun dalınca adam göndərdi. Cadugər gəldiyində sənətkar günorta vaxtı baş verən hadisəni olduğu kimi ona danışıb, hadisəyə aydınlıq gətirməsini xahiş elədi. Kölgəsiz necə olacaqdı? Kölgəsiz yaşamaq bir adama indiyə qədər müəssər olmuşmudur? Bu qorxulu deyilmi idi? İstidən axı ölmək olardı. Cadugər onun suallarını diqqətlə dinlədi və gözlərini yumub bir dəqiqəyə yaxın sükut içində qaldı. Elə bil dünya aləmdən ayrıldı. Harasa uzaqlara getdi, qayıtdı. Sonra yenidən özünə gəldi və belə dedi: "Sən bugün həmən döngədə bir cadugərə çevrilmisən. Bunu mələklər də edə bilər, şeytanlar da. Onlar zaman-zaman bunu edirlər. Mən də anamın qarnında cadugər olmamışam. Axşamların birində, çox-çox illər bundan əvvəl mənim də kölgəm bədənimdən ayrılmışdı. Mən o vaxtdan cadugər oldum. İnsanlara xidmət eləmək yolunu seçdim. İsti də mənə artıq kar eləmədi." Sənətkar bunu eşidib sevindi. Cadugərə qiymətli hədiyyələr verdi. Cadugər gedərkən sənətkar ondan xahiş elədi: "Səndən ricam budur ki, bu hadisəni hələlik heç kimə danışmayasan. Mən cadugərliyimdən ancaq özüm üçün istifadə etmək istəyirəm." Cadugər cavab verdi: "Əsas məsələ budur ki, sən cadugərliyini gizlədib insanlara xidmət eləməkdən vaz keçsən, kölgən yenidən gəlib səni tapmaq, sənə yapışmaq istəyəcək. Sən bacardıqca öz kölgəndən qaçmalısan. Kölgən səni tapsa, o daha sənin davamın olmayacaq. O səndən dəhşətli bir intiqam alacaq. Bir dəfə cisimdən ayrılan bir daha cismə yerləşməz. Kölgənin yenidən sənin cisminə qayıtması sənin ölümün deməkdir." Bu sözlərdən sonra sənətkar dərin düşüncələrə daldı. Kölgəsindən qaçıb gizlənməyi necə həyata keçirəcəkdi? Buna necə nail olacaqdı? Bunun üsulunu axtarmağa çalışdı. Yata bilmədi və bütün gecəni yatanda düşüncələr içində keçirdi. Nəhayət, kölgəsindən gizlənməyin, xilas olmağın yolunu tapdı. Sənətkara bir cadugər həyatı lazım deyildi. O, öz sənətkar həyatını davam eləməyi, özü üçün yaşamağı qərar aldı. Ona qibt edənlərə o belə deyirdi: "Siz yerdə sürünənlər mənə göylərdə pərvaz etdiyim üçün həsəd aparırsınız. Mən isə sizə deyirəm, bilin və agah olun, göylərdə sizin üçün maraqlı heç nə yoxdur. Göylərdə ümumiyyətlə maraqlı heç nə yoxdur." Sənətkar kölgəsini bir daha görməmək üçün, daha doğrusu kölgəsini onu bir daha tapa bilməməsi üçün ilk öncə öz adını dəyişdirməklə onu azdırmaq istədi. Adını yanına çağırdı. O artıq bunu edə bilirdi və o təəccüb eləmədi ki, adı bir anın içində onun çağırışı ilə qarşısında zühur elədi. Bu bir qəribə, yaşıl qurbağaya oxşar məxluq idi. "Mən istəyirəm ki, sən dönüb başqa bir sözün libasına bürünəsən və görünüşünü dəyişəsən. Biz kölgəmizdən gizlənməliyik. O bizi yenidən tapmamalıdır." Adı onun qarşısında müticəsinə baş əyib dedi: "Necə arzu edirsiniz, elə də olsun." Adını dəyişəndən sonra sənətkar istədi ki, öz görünüşündə də müəyyən dəyişiklik eləsin. Bunu da eləmək çətin olmadı. Bir anın içində sənətkar ağbəniz birindən qarabəniz və daha cavan bir adama çevrildi. Köhnə görüntüsü mütəəssir bir halda ondan, köhnə görüntüsünün fikrinə görə vəfasız ondan uzaqlaşıb havadaca əridi.
Daha sonra evi dəyişmək, iş yerini dəyişmək, qohum əqrəbasına üz döndərib onların gözündən yox olmaq lazım idi. Sənətkar bunları da etdi. O işi elə qurdu ki, qohumları artıq ona görə bilmirdi. O isə istədiyi zaman qohumlarını görüb başqa qiyafətdə, başqa ad altında onlarla söhbət edə bilirdi. Sənətkar bununla da kifayətlənmədi. Ən çətin məqam yaxınlaşırdı. Sevgilisini dəyişmək lazım idi. Bu elə də asan olmayacaqdı. Kölgə onun sevgilisini elə onun özü qədər tanıyırdı. Bu sədaqətli qız sənətkara elə isinmişdi ki, nə zamansa ondan ayrı ola biləcəyini ağlına belə gətirmirdi. Amma sənətkar bu çətin işindən də öhdəsindən gələ bildi. İndi o əvvəllər, yəni kölgəsi olan zaman tanımadığı gözəl bir qızla sevinirdi. Hər gün onlar qızın bağçasında görüşürdülər. Qızın bağçası köhnə sevgilisinin qonşuluğunda idi. Bu yeni məhəbbətin gözəlliyi sənətkarın həsrəti ilə ağlayıb-ağlayıb gözlərinin nurunu itirmiş, köhnə sədaqətli sevgilisində qız artıq sənətkarı tanımırdı, riqqətə gətirirdi. Yeni sevgilisi ağ çiçəklər açmış gilas ağaclarının altında oturub, onun başına nəvazişlə dizləri üstünə alır, incə barmaqları ilə yorğun gicgahlarını yumşaq-yumşaq ovuşdurur. Zərif səsi ilə sənətkarın bəstələdiyi mahnıları onun özü üçün oxuyurdu. Amma bu məftunici səsi dinlədikcə ruhu dincəlir, köhnə sevgilisini gördüyü zaman ona əzab verən düşüncələrdən bir müddət xilas olurdu. Bir dəfə gecənin bir yarısı evində yatdığı zaman sənətkara elə gəldi ki, həyətdən kimsə onu çağırır. Ayağa durub eşiyə çıxmaq istədi, amma qapını açan zaman qəflətən fikrini dəyişdi. Həyətdən gələn səs onun kölgəsinin səsinə oxşayırdı. Cadugar olduğu üçün o bunu son dəqiqədə hiss edə bilmişdi. Səs elə yazıq-yazıq, elə yanıqlı-yanıqlı, bu həm də bir uşaq yaxud pişik səsi ola bilərdi. Onu çağırırdı ki, sənətkarın ürəyi sıxıldı. Amma o yenə də özünü ələ alıb evin qapısını bərk-bərk bağladı və qulaqlarına pambıq tıxadı. Sabahı gün sənətkar başına gələn əhvalatı sevgilisinə danışdı. Beləliklə sevgilisi onun sirrini bilən yeganə canlı, cadugar olmayan insan oldu. Qız həmişəki nəvazişlə onun başını dizləri üstə alıb sığalladı. Və bu dəfə ona tanış gəlməyən qəmli bir mahnını dodaqaltı zümzümə eləməyə başladı. Mahnını tanımaması sənətkara qəribə gəldi. Çünki o cadugar isə bu mahnını tanımalı idi. Bu mahnını sən başqa adın və başqa vücudun içində yaşayanda bəstələmisən. Sən onu unutmusan? Yeni sevgilisi zərif səslə ondan soruşdu. Unutmuşam. O gözlərini yana qaçıb, tutqun və fikirli halda cavab verdi. Sənətkarın qorxduğu başına gəlmişdi. Mahnını unutması o demək idi ki, kölgəsi onu tapıb. Sona qədər kölgədən gizlənmək mümkün olmayıb. O gecədən sonra onun cadugərliyinin gücü əriməyə, azalmağa başladı. Bir gün sənətkar sevgilisinin yanına gələndə onu evdə görmədi. Sevgilisi görüş yerini səhv salmışdı. Qonşuluqda yaşayan köhnə sevgilisi həmən ağ libaslı gilas ağacının altında oturmuşdu. O sənətkara dedi ki, sevgilinin sizin evdə görüşəcəyini güman edirdi. O indi şəhərin dar küçələri ilə sizin evə tərəf gedir. Biraz tələsin, onun arxasınca gedib ona çata bilərsiniz. Gedə-gedə o mahnı oxuyur. Siz onun səsinə yapışa bilsəniz, özünü də tapacaqsınız. Sənətkar nə qədər gücünü bir yerə yığsa da, sevgilisinin hansı küçə ilə getdiyini özü üçün aydınlaşdıra bilmədi. Bir cadugar kimi onun gücü xeyli zəifləmişdi. Son gücünü toplayıb qızın zərif səsini zorla qulaqlarında eşidə bildi. Sənətkar bu səsdən yapışıb, əyri-üyrü dar küçələrdən keçə-keçə sevgilisinin izi ilə getdi. Küçələr daraldıqca səs də get-gedə zəifləyirdi. Amma sənətkar yaxşı bilirdi ki, bu səs onun çox-çox əvvəllər bəstələdiyi qəmli mahnını oxuyur. Səs onu tanış yolla köhnə evinə sarı apardı. Həmən tanış döngəyə çatanda sevgilisinin səsi qəfildən qırıldı. Elə bu an sənətkarın bədəninə ağır bir yük daxil oldu. Kölgəsi ondan ayrılan yerdə yenidən onun bədəninə girdi. Sevgilisi sənətkarın evinə çatıb qapını döyəndə içəridən səs gəlmədi. Kimsə qapını açmadı. Yol ilə gedən bir cadugar qıza kömək elədi. Səsini ucaldıb alçaldı
çalda dua oxuyub qapını açdı. Bizim işimiz cadugar olmayanlara xidmət eləməkdir deyib, qızın nədənsə qorxduğunu etdi və onunla bir yerdə içəri daxil oldu. Sevgilisi çarpayıda tərpənməz bir halda uzanmış bu ağ saçlı, ağbəniz adamı az qala tanımadı. Sənətkarın açıq gözləri təəccüblə ona baxırdı. Ağzı balıq ağzı kimi açıq qalmışdı. Bədəni hələ isti idi. O biraz əvvəl keçinmişdi. Novruzəli və Nəzərəli əllərinə balta alıb bellərinə xəncər bağladılar. Onlar gecənin düşməsini və ataları tacir Məhəmmədəlinin adəti üzrə arxa bağçaya gecə gəzintisinə çıxmasını gözləyirdilər. Nəhayət gecənin bir aləmi tacir Məhəmmədəli evdən həyətin dal bağçasına çatdı. Oğlanlar ki atalarını gözləyirdilər. Bunun dalınca 5-6 addım aralı getdilər. Özləri də tez-tez ətrafa boylanıb baxırdılar, görsünlər ki, bağçada yad adam vardır ya yoxdur. Divar boyu ay işığının düşdüyü yerdə bir-iki kölgə göründü. Tez də yox oldu. Bu kölgələr nahaqdan deyil, deyən düşünən Novruzəli Əli ilə qardaşının diqqətini o tərəfə yönəltmək istədi. Lakin fikrindən daşındı. Düşündü ki, kölgədən ha qorxmayacağam. Nəzərəli mənim barəmdə nə düşünər? Bir xeyli bağçada sağa, sola dolaşan tacir Məhəmmədəli nəhayət yolunu armud ağacının yanından saldı. Bir an əli ilə ağacın budaqlarına ehmalca toxunub keçdi. Nəzərəli atasının sözlərini unutmamışdı. Qardaşlar armud ağacına yaxınlaşdıqda Nəzərəli Novruzəlini özündən qabağa buraxdı. Bir ləhzə ləngidi və yavaşdan 3 dəfə öskürdü. Güya boğazını arıtlamaq istədi. Sonra Nəzərəli daha durmadı. Atasının tapşırığına əməl edərək qaranlıqda dalı-dalı çəkilib Novruzəlidən ayrıldı. Tez evə qayıtdı. Qapını açıb içəri girdi. Ürəyi səksəkəli və şiddətlə vura-vura üzünü pəncərəyə yapışdırdı. Qaranlıq həyətdə nə isə görməyə çalışdı. Heç nə görə bilmədi. O gecədən Novruzəli yoxa çıxdı. Onu daha heç kim heç harda görmədi. Güllü saatlarla divar dibində dayanıb, hasarın o biri üzündən bir işarət, əslində asqırmaq, çünki görüş yerinə gəlməklərini bir-birinə bu cür xəbər verirdilər. Gözləməkdən yoruldu. Güllü düşündü ki, Novruzəli yəqin yenə də uşaqlıqda olan kimi hiylə gəlib onu aldatdı və çərxi fələk ölkəsinə onsuz yola düşdü. 1-2 gün ağladı, sonra kiridi. Vəfasız Novruzəli deyə qəlbində sevgilisini yamanladı. Amma hər dəfə evlərinin yaxınlığındakı kəhrizin yanından keçəndə Novruzəlinin onu kəhrizə susuz aparıb susuz gətirdiyini yadına salır. Gözlərinə yaş dolu təbəssüm dolurdu. Ürəyi isə bu zaman sıxılırdı. Nəzərəli uzun zaman qorxu içində yaşadı və atasından qardaşını soruşmağa belə cürəti çatmadı. Anası ki çoxdan Allahın rəhmətinə getmişdi. Novruzəlinin heç kim axtarıb eləmədi. Hərdən bazara kimsə xəbər gətirirdi ki, Novruzəlini görükməz təpənin altında Seyrbazlar dərəsində görüblər. Güya o seyrbazlarla bir yerdə dərə boyu gəzişirmiş. Gah da xəbər uzaq-uzaq ellərdən karvanla gəlirdi. Novruzəlini tacirlər deyirdi ki, çərxi fələkdə bazarda sarı əbalı, qırmızı papaqlı, uzun saqqal, hər barmağında qızıl üzük olan bir kişi ilə şətranc oynayan yerdə görüblər. Güya ki bu kişi bütün dünyanı gəzib dolaşan məşhur bir tacir imiş. Gah da deyirdilər ki, uzaq çərxi fələkdən gələnlər güya Novruzəli adlı onların həmşərisi, cadugərlərin və seyrbazların mürşidi Ağ Dərvişin yanında xidmət edir. Başqaları isə deyirdi ki, yox, onun yanında deyil, haman əlbəzək geyimli, eynən tutuquşu kimi. Həm uzaq məmləkətdən gəlmiş, tacirin yanında xidmət edir. Amma iş orasında idi ki, Novruzəlini öz doğma şəhərində də görənlər yox deyildi. Qonşular deyirdi ki, Novruzəli bugün sübh tezdən evlərinin darvazasından çıxıb bazar tərəfə üz tutdu. Onun Molla Allahverdinin qapısı ağzında tut ağacının altında bir müddət tək-tənha dayandığını da görən olmuşdu. Narahat halda sağa sola boylanır, tez-tez asqırır, sanki kimisə gözləyirdi.
Sonra isə xəbər yayda buz kimi əriyib bitirdi və Novruzəli yenə də gözdən iraq, əlçatmaz məkanda qalmağına davam edirdi. Sevimli oğlu Novruzəlidən hər hansı xəbər eşidəndə isə tacir Məhəmmədəlinin qaşları çatılır, üz qırışları şumlanır və o dərin fikrə gedirdi. Belə zamanlarda bu qoca kişinin sulanmış gözlərinin dibinə qüssə və kədər çökürdü. Həsən müəllim daxili bir fəhmlə hiss edirdi ki, ağ kağızların üstündə sehirli şəkildə yazılan yazılarla onun yuxuları artıq bir-birinə qarışmağa başlayır. Sirlər bir-birinin içinə girir. Həsən müəllim bir şeydən xüsusilə ehtiyat edirdi. O qorxurdu ki, sirlər bir-birinin içinə elə bir hücumla girər ki, daha onları bir-birindən ayırıb müəyyən bir məsafədə saxlamaq mümkün olmaz. Beləcə, təbiətin fəsilləri bir-birinin içinə girir. Qış fəslində payız nəfəsi, yay fəslində yaz havası gəlib özünü göstərən kimi. Qədim zamanlarda yəqin ki, belə ola bilməzdi. Qışın qış yeri vardı, yazın yaz yeri. Həlimə ilə aralarındakı söhbətin ertəsi günü Zaur Həlimənin əri Şahinə zəng elədi. Salam, nə var, nə yox? Salamatlıqdır, kişi necədir? Şahin soruşdu. Əvvəlki kimi. Heç irəliləyiş yoxdur. Şahin həkim kardioloq idi və yaxşı bilirdi ki, bu xəstəliyin irəliləyişi ancaq dərinləşməsi və bir qədər də inkişafı ola bilər. Sualını da nəzakət xatirinə verdi. Zaur onun sualına cavab vermədən birbaşa mətləbə keçdi. Səninlə görüşüb bir məsələni danışmaq istəyirəm. Nə zaman görüşə bilirik? Nə zaman istəsən, axşam 7-dən sonra boşam, xeyirdir? Görüşüb danışarıq. Oldu. Axşam 7 xəstəxananın qapısında, küçə tərəfdə. Sən maşında olasan? Hə, necə ki? Dalqabaq gedib bir yerdə bir tikə yemək yeyərdik. Necə baxırsan? Şahin Zaurun danışıq tərzindən başa düşdü ki, söhbət ən azından maraqlı olacaq. Ürəyində düşündü ki, söhbət Esiyadan, onun şöbəsindəki tibbiyyatçısından getsə, Zauru bir dəfəlik yerində oturdar. Onun şəxsi həyatı nə Zaur, nə onun qardaşı, nə də lap elə Həlimə burnu soxa bilər. Oldu, danışdıq 7-də mən orada. Görüşərik. Zaur telefonu söndürüb maşınını işə tərəf sürdü. Özünü rahat hiss eləmirdi. Şahinlə axşamki görüşün ağırlığı onu indidən əzməyə başlamışdı. Həsən müəllim yazdığı varaqlara bir-bir baxır və onları sahmana salmağa çalışırdı. O istəyirdi ki, hər bir sirli hekayət ayrıca yazılsın, öz yerini ayrıca tutsun, sirlər bir-birinə qarışmasın, yoxsa bu mürəkkəb labirintdən çıxmaq olmaz. Həsən müəllim başa düşürdü ki, son yazılarda tacir Məhəmmədəlinin və oğlu Novruzəlinin sirrinə cadugərlər ölkəsində yaşayan sənətkarın sirri qarışıb. Həsən müəllim indi onları yerbəyer eləməklə, hər birinin ardıcıllığını qorumaq şərti ilə yazıya köçürməklə məşğul idi. İş xeyli ağır idi. Tutuquşu maraq və diqqətlə ona baxırdı. Hacı Mirəsən ağa, səyyah, biz üstəki bir-birinə yapışdırılmış kağız qalağına baxaraq köksünü ötürdü. Görəsən bu dünyada nə zamansa dincəlmək, heç nə barədə düşünməmək, qayğıdan, dərddən kənara əl-səhəyə sürmək mənə qismət olacaq, ya olmayacaq? Onun ürəyini sıxan bu kağızlar idi. Yazdığı risalədə mətnin ayrı-ayrı mövzuları bir-birinin içinə girməyə başlamışdı. Buna isə imkan vermək olmazdı. Gör bir payızın içində qış ola bilərmi? Yaxud baharda payız nəfəsi özünü göstərərmi? Diqqətli olmaq lazımdır. Tacir Məhəmmədəli uzaq bir iki ölkədəki cadugəri necə oldu ki, öz sirrini içinə buraxdı? Bu elə hansısa bir yad elini öz evinin içinə birbaşa əndarına buraxmaq kimidir. Yazıları səliqəyə salmaq lazımdır. Yoxsa bir-birinə elə qarışarlar ki, daha bu sərgüzəşt olmaz. Bu olar qatma qarışıqlıq. Hacı Mirəsən ağa səyyah dizini yerə vurdu. Mizin üstündəki varaqlara qorxa-qorxa baxıb öz işinə başladı. O hiss edirdi ki, burada bu işi özü görməsə, o uzaq zamanədə bu işi onun əvəzinə görən tapılmayacaq. Çox çətin olacaq. Onun isə adətində deyildi ki, öz işini bir başqasının ümidinə qoysun. Birdən səyyahın ağlına qəribə bir fikir gəldi. Bəlkə elə Hacı Mirəsən ağa səyyah əlindəki kağızların o üzünə bu üzünə baxa-baxa düşündü. Əsl səyahət elə budur. Sirlərin bir-birinin içinə girməsidir. Onların öz aralarında münasibəti yaranmasıdır. Yadına düşdü ki, Risalənin öz-özünə zühur edən ikinci başlanğıcında bu barədə yazılmışdır. Əslində,
O bu sirləri qələmə alarkən hər birini odunçuda, beyrəkdə, təpəgözdə olan kimi bir-birinə aralı yox, bir-birini içində görməli idi. Bunun zəif işartısı tacir Məhəmmədəlinin oğlu Novruzəlinin sirrinin, Şirazin də cadugərinin sirrinə qarışmasına özünü büruzə verdi. Hacı Mirəsən ağa səyyah qərara gəldi ki, bir daha sirlərə toxunub onları yerbəyər eləməsin. Allah Taala onun könlünə, oradan da qələminin ucuna o sirləri hansı şəkildə, necə və nə təhər göndərəcəksə, o cürdə qələmə alsın. Daha heç bir düzəliş aparmasın. Uf, deyib rahatlıqla nəfəs aldı. Onun işi beləliklə çətinləşmir, ağırlaşmırdı. Əksinə, yüngülləşirdi. Bayırda yaz günəşi çıxmışdı. Şüarları həvəslə evin içinə girir. Tavanda, divarlarda dəcəl-dəcəl oynayır və sanki Hacı Mirəsən ağanı əmin eləmək istəyirdi ki, qorxma. Mən öz içimə heç bir kənar nəfəsi qəbul edib sala bilmərəm. Arxayın ol. Həsən müəllim bugün nədənsə qəribə hisslər keçirməyə başladı. Sabahdan bəri sanki ürəyində üzücü, qəmli bir yük vardı. Mətbəx otağında Həlimə adlı bir qadın, qızı Həlimə, ona qəribə suallar verməyə başlamışdı. İlk sualı bu olmuşdu. Sizin həyatınızda xoşbəxt günlər heç oldumu? Həsən müəllim az qaldı qəhvə fincanının əlinə salıb sındırsın. O, belə bir məhrəm sualı Həlimə xanımdan ev işləri ilə məşğul olmağa gəlib, onunla bir mənzildə qızı ilə birgə yaşamağa başlayan bir adamdan heç gözləmirdi. Onun qızı bəyim də özünü anası kimi son dərəcə məhrəm adamlar kimi sərbəst aparırdı. Heç kimi bu balaca qızcığaz vecinə almır. Bir də görürdün, nagahandan arxadan gəlib onu qucaqlayır, sonra da qaçıb gedirdi. Elə bir 100 dəfə, 1000 dəfə oynadıkları sevimli oyunu təkrar oynamaq istəyirdi. Həsən müəllim onun dalınca qaçmayanda bəyim dodaqlarını büzüb, inciyirdi. Həsən müəllim heç də başa düşmürdü. Bu balaca dəcəlin anası da, özü də mənzildə əslində bura hara idi? Bəlkə xəstəxana idi, bəlkə istirahət ocağı idi. Həsən müəllim anlaya bilmirdi. Özlərini çox rahat, xeyli rahat, az qala özbaşına hiss edirdilər. Bu isə Həsən müəllimin o qədər də xoşuna gəlmirdi. Həsən müəllim çaşqın bir vəziyyətə düşmüşdü. Həlimə xanımın sualına birbaşa cavab verə bilmədi. Əvvəlcə biz gərək müəyyənləşdirək görək ki, xoşbəxtlik nə deməkdir? Düzdür, onda deyin görüm siz onu necə başa düşürsünüz? Xoşbəxtlik? Xoşbəxtlik məncə budur ki, sevimli işinlə məşğul olmaq imkanın var. Bu bir, yəni bu birinci şərt. İstədiyin adamların əhatəsindəsən. Daha mənim kimi yox. Bu iki. Bu iki, xoşbəxtlik, bir də bu. Həsən müəllimin səsi bir anlıq doğmalaşdı. Əvvəlki kimi məhrəm oldu. O elə bir xəyala getdi. İşdən evə qayıdanda qapını açarınla yox, zəngi basasan gəlib açalar. Bu yerdə Həsən müəllim söhbəti məğzini itirdi. Mən bilmirəm axı xoşbəxtlik nədir? Bu nə sualdır verirsiniz? Necə cavab verə bilərəm? Mən sizin sualınıza kim, ümumiyyətlə bu suala cavab verə bilər? Məncə heç kim. Həsən müəllim, sizin bu həyatda sevdiyiniz insanlar olub? Məsələn, həyat yoldaşınız, övladlarınız, nəvələriniz. Balaca bəyimimizin o biri başındakı stulda oturmuşdu və səhər yeməyini yeməklə məşğul idi. Maraqla babasına baxdı. Elə bil ağzını açıb demək istəyirdi ki, mən buradayam baba. Axı sən deyirdin ki, mən sənin həyatın ən xoşbəxt hədiyyəsiyəm. Anası ona gözünü ağartdı. Bəyim sözlərini ağzındakı tikəsinə qatıb utdu və susmağına davam elədi. Həsən müəllim bilmədi ki, Həlimənin bu son sualına necə cavab versin. Ona elə gəldi ki, sabahın belə suallarla başlaması nahaqdan deyil. Həmişə ehtiyatlı olan, həkimin məsləhəti ilə Həsən müəllimi süni sürətdə keçmişə aparmağa cəhd etməyən Həlimə bugün nədənsə aqressiv olmuşdu. Sualları ilə Həsən müəllimin yaddaşına ciddən təsir göstərmək, atasının sağalma sürəsini tezləşdirmək istəyirdi. Sanki onu qaçdı qovdu məngənəsinə salmışlar. Axı ola bilməz ki, sən anamı, məni xatırlamayasan, bu körpələri xatırlamayasan, onları min dillə əzizləyib sevən sən deyildinmi? Həlimə düşünürdü. Tez sağal, tez, öz evinin, eşiyinin, özün ağası ol, ata, bu nə gündür biz gəlib düşdük, o əziz günlər necə oldu, unuduldu. Həyat yoldaşınızın adı nə idi, onu da unutmusunuz? Bəyim,
Həsən müəllim sövqü təbii şəkildə nəvazişlə nəvəsini Həlimənin qızının adını çəkdi. Bunu nə üçün etdiyini anlamadı və elə o dəqiqədə huşundan qovub çıxardı. Balaca o qənd qabını mənə tərəf itələ, dedi. Həlimə durduğu yerdəcə quruyub qaldı. Əvvəlcə atasının ilk sözünü və bu sözdən sonraki pauzanı eşidib, duyub, sevincindən az qaldı qışqırsın. Atası anasının adını çəkmişdi, amma birazdan Həlimə başa düşdü ki, əslində bununla barışdı. Həsən müəllim balaca bəyimə xitab edir və sevinci bir anda uçub getdi. Həsən müəllim Həlimənin qızı balaca bəyimin adını bilirdi, amma bilmirdi ki, nə üçün ona qənd lazım olmaya bu balaca dəcəl qıza bəyim deyə müraciət etmişdi və xəstəlikdən sonra ilk dəfə bu adı dilinə gətirmişdi. Əsl müsibət isə axşama yaxın baş verdi. Həlimə atasının iş yerindən, Həsən müəllim tarixçilər qurumunun sədri idi. Ən yaxın dostlarını, keçmiş tələbələrini, indi isə adlı sanlı alimləri evə dəvət etmişdi. Onlar az qala qarğa-quzğun kimi səs-küy ilə içəri doluşanda hamısı eyni vaxtda gəlmişdi. Təxminən 10-12 nəfər idilər. Həsən müəllim əvvəl-əvvəl qorxan kimi oldu və öz yataq otağına qaçıb aradan çıxmaq istədisə də Həlimə buna imkan vermədi. Bu adamlar sizi görməyə gəliblər. Bir baxın, görün içərilərində sizin də tanıdığınız varmı? Niyə bu adamlar məni görməyə gəlsinlər? Bunlar kimdilər? Məndən nə istəyirlər? Yox, mən bunların heç birini tanımıram. Məcburən Həsən müəllim böyük otağa keçib qonaqlarla o da masa arxasına oturdu. Həlimə xahiş eləmişdi ki, qonaqlar işdən gücdən, bugün tarix və mətnşünaslıq olan problemlərdən, hətta intriqalardan söhbət açıb danışsınlar. Xəstə ilə xəstə kimi rəftar etməsinlər. Bəlkə də kim bilir bu söhbətlərin təsiri özünü göstərər. Və Həsən müəllim təbii şəkildə köhnə həyatına qayıdar. Nəyisə, kimisə xatırlayar, kim bilir. Həmən axşam köhnə dostların, cavan tələbələrin maraqlı söhbətləri bir-birini aramla əvəz etdi. Bu söhbətlər onların köhnə rəhbərlərinə, Həsən müəllimə qəribə və tanış olmayan bir adanın sirləri qədər anlaşılmaz gəlirdi. Kimsə kimisə tənqid eləmişdi. Tarix elminin ağsaqqalı Həsən müəllim onun adaşı üçün xaricdəki dostları bərk darıxıblar. Nafiz müəllim təzə ev alıb. Mürvətin 6-cı uşağı doğulub. Ümumdünya konqresinə hazırlıq zamanı akademiyada əməlli başlı savaş düşüb. Samir nəhayət ki, ağlını başına yığıb evləndi. Özü də kimə, Samirəyə. Bu söhbətlər onların arxasındakı həyat Həsən müəllimə yad və maraqsız idi. Həsən müəllim öz-özünə sual verib düşünürdü. Bunların arasında mənim üçün nə üçün ürəyim sıxılır? Niyə bunlar məni bu qədər sevirlər? Üz gözlərindən niyə hörmət, ehtiram, əzizlik yağır? Bezdim mən. Sağa baxıram, sola baxıram, darıxıram. Nə üçün? Həlimənin arzusu yerinə yetməmişdi. Həsən müəllim deyilənləri qətiyyən maraq göstərmədi və bir dəfə də olsun söhbətə qatılmadı. O, dumanlı şəkildə bu adamları belə gördü. Onlar uzaq bir adanın sakinləridir və Həsən müəllim öz bənövşəyi yelkənlərini qaldırmış, gəmisində o adadan uzaqlaşdıqca tanımadığı bu adamlar onun arxasınca əl edirlər. Bu dəfə Həsən müəllim öz libasında deyildi. Səyyah Sindbadın alabəzək libasında idi. Əslində isə Həsən müəllim huşsuzluq aləminə. Keçid vaxtı təxminən 7-8 ay bundan əvvəl dünyanı tam unutmadığı günlərin birində qızı Həlimədən sevimli dostlarını və tələbələrini elə indikləri və dəvət etməsini xahiş eləmişdi. Onlar yığışanda elə bu salonda eyni adamlarla birgə indiki kimi gözəl bir məclis qurulmuşdu. Həsən müəllim məclisin şirin yerində əlində konyak badəsi gözlənilmədən və gümrah bir halda ayağa qalxdı. Hamı susdu. Hər birinin həyatında elmi yüksəlişində müstəsna xidməti olan bu möhtərəm insan görəsən nə deyəcəkdi? Həsən müəllim əvvəldən nitq hazırlamışdı. Onu deməyə başladı. Mənim əzizlərim, əziz dostlarım, əziz övladlarım, Həlimə, Əli Qismət, Zaur, Həmid də burada idilər. Bu dünyada bizi bir-birimizə çox xəttlər birləşdirdi və zaman göstərdi ki, bu xəttlər xeyli möhkəm və etibarlıdır. Sizə elə gəlir ki, bu dostlara aid müraciət idi. Mən yüngül xəstələnmişəm və sabah o biri gün yenə də işə çıxacağam. Onun sözünü məclisdəkilər kəsdi. Allah qoysa, inşallah müəllim, ustad hamı sizi sevənlər darıxıb durub. Həsən müəllim bu səmimi sözlərdən sonra əməli başı duruxdu. Əslində qəhərlənmişdi, amma özünü ələ alıb
sözünə yenə də aramla davam elədi. Bu belə deyil. Mən bir daha qayıtmayacağam. Həsən müəllim mənalı-mənalı Həliməyə baxdı. Məclisdəkilər də bir-biri ilə baxışdılar. Bir Həlimədən və qohumlardan başqa heç kəs burada nə baş verdiyini və deyilənləri anlamırdı. Mən qayıtmayacağam. Ona görə yox ki, bunu istəmirəm. Mən qayıda bilməyəcəyəm. Siz gərək buna alışasınız. Mən yəqin ki, yaşamağa davam edib, həyatımı yenə də sürəcəyəm. Yəqin ki, həyat eşqim, yazmaq həvəsim, inamım bunadır, qalacaq. Amma mən artıq mənə əziz, doğma olan heç kimi xatırlaya bilməyəcəyəm. Mən hamını unudacağam. Bu da belə bir xəstəlikdir. Bunu söyləmək ağırdır, amma bu belədir. Bu xəstəlikdən sağalma ehtimalı 0 ilə 1 arasındadır. Əziz dostlar, həqiqət bundan ibarətdir. Biz sizinlə sözün əsl mənasında öz qalamızda daşı daş üstə qoyaraq, düşmən qalasına daşı daş üstə qoymamışıq. Bu sözlər onun sevimli sözləri idi və dostları, tələbələri bu sözləri müxtəlif uyğun məqamlarda həvəslə təkrar edirdi. Böyük işlər görmüşük, elmimizin təvəssübünü çəkmişik, ondakı sirli, məamalı boşluqları doldurmuşuq. Bunları biz cəsarətlə etmişik, əl-ələ verərək etmişik. Bunları çiyin-çiyinə söykəyərək etmişik, edə bilmişik. Asan olmayıb mənim əzizlərim, artıq ayrılmaq vaxtıdır. Necə deyərlər, vida zamanıdır. Mən hamınızdan sabah sizi tanımayacağım üçün bugün üzr istəyirəm. Sizə elmi uğurlar, sevimli işlə məşğul ola bilmək xoşbəxtliyi, ən vacibi isə möhkəm can sağlığı arzulayıram. Ümid edirəm ki, bu yerdə Həsən müəllim dolusunduğunu heç cür gizlədə bilmədi. Mən vəfasız çıxdımsa da, siz vəfasız çıxmazsınız, məni xatırlarsınız. Salona sükut çökdü. Həsən müəllim boynunu büküb, günahkar adamlar kimi qızına baxdı. Həlimə ona içməyi qadağan etmişdi. Və konyak qədəhini tələsik başına çəkdi. Sonra yerinə oturdu. Hə, nə oldu? Həsən müəllim sükut içində donub qalmış məclisdəkiləri ayıltmaq üçün şən bir halda ətrafa boylanıb soruşdu. Mənim sözlərimə elə də fikir verməyin. Yeyin, için, əziz qonaqlar. Bu mənə də xoş gələr. Nazib başda. Buyurun, buyurun, davam edək. Əlbəttə ki, daha əvvəlki əhval-ruhiyyədən əsər əlamət qalmadı, amma qonaqlar məclisi birtəhər yola verdilər. Məclis sağalarkən dəhlizdəki Azərbaycan sayağı uzun-uzadı sağollaşma, qısa vidalaşma ilə əvəz oldu. Hamı bayıra çıxmağa tələsdi. Zaurla Şahinin görüşü qarşılıqlı anlaşma şəraitində keçdi. Şahin hətta məsələyə yeni bir çalar gətirdi, pul çaları. Şahin dedi, evi, yəni ev məsələsini yaxşı qaldırırsınız, bağı da həmçinin. Çox vaxtındadır. Amma bir məsələ də var, unutmayaq ki, kişinin yəqin ki, köhnədən qalma kalan pulu var. Bunun kitablarının qanararı, mükafatları hara getdi? Özü də ola bilər ki, təkcə kitabların arasına banklarda deyil, bəlkə də hardasa gizlədilib, məsələn, bağda. Düz deyirsən, Zaurun dediklərini təsdiq elədi. Ola bilər, bəlkə də bağda harasa basdırıb, sonra da xəstəlikdən sonra 100% yadından çıxıb. Zaurun səsində acı bir ittiham vardı. Bəli, tamamilə doğrudur. Niyə də yox? Bu barədə də düşünmək lazımdır. Əli qisməti deyərsən. Şahin ani olaraq fikrə getdi. Sonra sözünə davam elədi. Özünün yəqin ki, sən demiş, yadından çıxar. Ancaq alqoritmini tapsaydıq, elə bilirəm, mümkün olar. Bunun son vaxtlar xəstəliyinə qədər? Hə, əlbəttə xəstəliyinə qədər hansı plan və sxemlə hərəkət eləməsini, bağda haralarda gəzməsini, evdə zirzəmini, taxtaların polun altını yoxlamaq pis olmazdı. Adam dəqiq bilə ki, nəsə var, lap elə o evi, bağ evini söküb təzədən başqa cür tikmək də olar. Zaur fikirli-fikirli dedi, ay sağ ol, niyə də yox? Şahin səpdiyi toxumun cücərdiyini hiss elədi. Qərarlaşdılar ki, 1-2 gün ara verəndən sonra məsələni Həlimə ilə görüşüb bir daha müzakirə eləsinlər və bu dəfə söhbətə Şahin də qatılsın. Şahin ürəyində buna sevinirdi, amma biruzə vermirdi. Zaur da Şahin də görüşdən razı qalmışdılar. İllah da ki, Şahin, nə yoğurdum, nə yapdım, hazırca kökdə tapdım. Prinsipi ən gözəl şəkildə onun bu şəraitdəki durumuna əla uyğun gəlirdi. Görüşdən sonra yeyib içmiş və keyfi kökəlmiş Şahin maşınına əyləşib əvvəlcə əl telefonu ilə kiməsə zəng elədi. Telefonu bir qadın götürdü və onu tanıyıb istehzalı səslə salam yerinə belə dedi. Hə, yeyib içmisən, əzizlərin yadına düşüb?
Hacı Mirhəsən ağa səyyah yazırdı. Belə nəql edirlər ki, Çərxifələk ölkəsində günlərin bir günü qəribə bir adam peyda olur. Bu adam öz zəmanəsinin müdriklərindən imiş. Bu onun tutuquşu kimi qəribə rənglərə bürünmüş geyimindən, onun qırmızı papağı, sarı əbası, hər barmağında bir ya iki böyük qaşlı qızıl üzüyü vardı. Xüsusi əda tərzindən, ətrafındakı adamlarla rəftarından bu rəftar çox mehriban idi. O dəqiqə hiss olunurdu. Saatlarla şəhər bazarında gəzər, bazar çayxanasında yeməyini yeyər, çayını içər və öz sevimli məşğələsinə şüuru etməklə vaxtını keçirərdi. Onun sevimli məşğələsi arzu edənlərlə şahmat oynamaqdır. O bu şəhərə hardan gəlmişdi? Hansı rüzgar onu bu məmləkətə ataraq unutmuş və uçub getmişdi? Bunu bilən yox idi. Gözlərinin dərinliyində gizlənmiş kədərdən, niskildən hiss olunurdu ki, bu adam öz doğma vətəninin həsrətini çəkir. Neçə dəfə yola çıxıb doğma tərəfə üz tutsa da, yenə fırlanıb Çərxifələyə qayıtmışdı. Qismət deyildi. Torpaq yolu ondan üz döndərmişdi. Ümid qalmışdı dəniz yoluna. Günlərin bir günü bu müdrik adam çayxanada ikən içəri kasıb geyimli bir gənc daxil olur. Bu bir yad illi idi. Ora-bura baxmağından, sual və cavab dolu baxışlarından onun bu yerlərə təzəcə gəldiyi asanlıqla hiss edilirdi. Gənc üzünü çayxanadakılara tutub ədəblə belə dedi: "Əleyküm salam, ey bu gözəl şəhərin əməli salih şəxsləri. Mən uzaq ellərdən gəlib bura çıxmışam. Başıma çoxlu macəralar gəlib, dəfələrlə ölümlə qarşılaşmışam. Amma məqsədimdən dönməmişəm. Məqsədim sizin məmləkətin müdriki Ağ Dərvişlə görüşmək, yanında qalıb ondan şəhidlik etməkdir. Allah xatirinə mənə yardım edin və onun evini mənə nişan verin." Çayxanadakılar qəmli və hüzünlü şəkildə bir-birinin üzünə baxa-baxa qaldılar. Bu gəncin ürək titrədən həsrətli səsi onların qəlbinin dərinliyinə nüfuz etmişdi. Fəqət bu çarələr ona bir köməklik edə bilməyəcəkdilər. 2 gün əvvəl haqq dünyasına qovuşmuş müdriki Ağ Dərvişi bütün şəhər əhli ağlaşa-ağlaşa aparıb şəhərin əsas qəbirstanlığında torpağa tapşırmışdı. Qırmızı papaq, sarı əbalı tacir ağı qarşısında oturmuş bir nəfər şəhər əhli ilə şahmat oynayırdı. Oyunu yarımçıq kəsərək bu gənci dinlədi. Ona ürəyi ağrıdı. Hiss elədi ki, bu gənc acdır, amma yeməyə imkanı yoxdur. Onu öz yanına dəvət elədi. "Ey gənc, mənimlə yemək yeyərsənmi? Səni süfrə başına dəvət edirəm." Gənc oğlan ədəblə ona yaxınlaşdı. İşığı zəifləmiş gözlərindən bəlli olurdu ki, həqiqətən neçə gündür acdır, dilinə yemək dəyməyib. "Otur Allah xatirinə bir loğma yemək ye. Sonra səninlə söhbət edərik." Yemək gətirdilər, gənc oğlan qarnını doyurdu, çayını içdi və üzünü xeyirxahına tutub belə dedi: "Allah səndən razı olsun. Neçə gün idi ki, ac idim. Məni doyurdun. Sən kimsən, adın nədir? Mən kimə borclu olduğumu bilmək istəyirəm." "Sən heç kimə borclu deyilsən, o biri olan Allahdan savayı. Mənim adımı sorursan, cavab verirəm. Mən dənizlərdən dənizlərə üzən bir səyyah və tacirəm. Vətənim Bağdad şəhəridir. Adım Sindbaddır. Çərxifələkdə bir müddət qalıb Allahın köməyi ilə vətənimə geri dönəcəm. Mənimlə gedərmisən? Mənim köməkçim olarsan? Mən Ağa Dərvişin yanına gəlmişəm, onunla görüşmək istəyirəm." Çayxanadakılar yenə də hüznlə başlarını aşağı dikib susdular. Gənc bunlara baxıb bir şey başa düşmədi. Bu zaman Sindbad dedi: "Ey gənc, bil və agah ol ki, sən heç bir zaman Ağ Dərvişi görə bilməyəcəksən. Amansız əcəl onu 2 gün əvvəl bizdən ayırdı. Onu itirdik." Gənc şaşqınlığından bilmədi ki, nə desin. Bir müddət özünlə başını yerə dikib səssiz-səmirsiz qaldı. "Bəs belə çıxır ki, mənim buralara gəlməyim ki, böyük bir həsrətlə bunu arzu eləmişəm, bihudə zəhmət imiş," dodaqaltı pıçıldadı. "Görürəm sən ağıllı birisən, həm də təmiz adama oxşayırsan. Biləsən ki, əcələ çarə yoxdur, qismət deyilmiş. Hər nə baş verirsə, ona Allahın rizası var. Bunu unutma. Mənim dediklərimlə razısansa, o zaman gedək karvansaraya. Orada biraz dincələrsən. Sonra biz səninlə gəmiyə yük vurma tədarükünə başlarıq. Çərxifələkdən Allah bu diyarın insanlarını xoşbəxt eləsin. Quru yolla çıxıb getmək mümkün deyil. Hansı tərəfə getsən fırlanıb yenə bura qayıdacaqsan." Mən səyyah Sindbad bunu bir neçə dəfə sınaqdan keçirmişəm. İndi fəsli yaydır. Dənizlər imkan verər və biz sağ-salamat gedib vətənə çıxa bilirik. Çayxana əhli təşəkkür dolu baxışlarla onu dinləyirdi. Həm də onlar gənc oğlanın Sindbada
Nə cavab verəcəyini maraq edirdi. Gənc, mənim bu şəhərdə nə işim ola bilər? Ağdərviş ölmüşdür. Mənə isə başqa mürşid lazım deyil, düşünüb belə cavab verdi. Səsləndirdiyi cavab nədənsə düşüncəsinin tam əksi oldu. Ey əməli salih Sindbad, mən sənin barəndə çox eşitmişəm, amma mənim vətənimdə hamı səni çoxdan Allahın rəhmətinə getmiş sanırdı. Həm də olsun Allahın birliyinə sən sağsan. Yəqin ki, başına cürbəcür vaqiələr gəlib, əziyyətlər çəkmisən. Sənin təklifin mənim üçün çox vacibdir. Mən onu böyük bir minnətdarlıq hissi ilə qəbul edirəm. Hara desən, gedək. Sinbad oğlanın onun təklifinə belə asanlıqla, əslində çətinliklə razılıq verdiyinə çox sevindi. Qarşısındakı tacir ağa ilə ki, şahmat oyunu qələbə ilə başa vurmuşdu. Şərt üzrə pul mükafatını götürüb gəncə belə dedi. Biz açıq dənizə çıxa bilsək, sən yeni bir zəmanəyə düşəcəksən. Yeni vətənin olacaq. Bu zəmanə ilə əlaqən kəsiləcək inşallah. Gedək. Görələsi işlərimiz çoxdur, amma hər şeydən əvvəl sənə yeni libas almaq lazımdır. Vaxt itirməyək, gedək. Onlar çayxanadan çıxdılar.